Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Hörmətli Vladimir Vladimiroviç, Azərbaycan xalqı adından və şəxsən öz adımdan sizi və sizin simanızda bütün Rusiyalıları Dövlət Bayramı, Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlar arası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm. Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək. Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə sizə möhkəm can sağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin amallıq və tərəqqi arzulayıram.